Hər kəs salam, mən Murad, həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 18-ci dərsidir. Onu qeyd etmək istəyirəm ki, onlayn şahmat dərsləri keçirilir rus və Azərbaycan dillərində. Qiymət 30 AZN, 2-ci, 4-cü və 6 basar səhər qrupları boşdur. Aşağıdakı nömrəyə də əlaqə saxlaya bilərsiniz. Deməli, bu günləri qaraların ağlara qarşı Qaraqan debyutunu göstərəcəm. Necə ağlar Qaraqan debyutuna qarşı oynaya bilərlər və gözəl bir tələ tətbiq edə bilərlər. Deməli, Qaraqan debyutu qaralar əvəzində necə oynanır? Deməli, burada Y4 gedişindən sonra qaralar oynayır C6 və bu olur Qaraqan müdafiəsi. Deməli, qaralara tətbiq olunan bir tələni sizə göstərdim. Burada deməli, ağlar oynayır at F3, qaralar oynayır D5, at C3, DY, at vurur Y4. Bundan sonra qaralar həm öz figurlarını inkişaf elətdirib, həm də ki, Y4-dəki piyadamıza, daha doğrusu atımıza hücum edirlər, oynayırlar fil F5. Biz də burada əlbəttə ki, figurumuzu qaçırdırıq, oynayırıq at J3, ondan sonra və hücum edirik F5-dəki filə. Bundan sonra qaralar çəkilir J6-ya fillə və biz də burada oynayırıq H4. H4 məqsəd odur ki, misal üçün qaralar oynasalar at D7, biz burada oynayaq H5 və burada fil qaçınılmaz bir vəziyyətə gəlir və fili qaralar itirir. Ona görə də burada qaralar məcbur qalır oynamağa H6. H6 oynadıqdan sonra biz öz atımızı lövhənin tam mərkəzinə qoyuruq Y5 xanasına. Bu da əlbəttə ki, qaralar üçün müsbət bir haldır. Burada deməli yenə də əgər misal üçün qaralar belə bir gediş eləsə, biz buradakı fili vururuq, J6-dakı fili vururuq və qaralar da məcbur olur piyada ilə götürsün. Və burada da görürük ki, J7 və J6 piyadaları bir-birinin qabağında durduğuna görə, yəni bu da yaxşı bir hal deyil qaralar üçün. Ona görə də biz onların filini, J6-dakı filini götürməyək deyə H7-yə qaçırlar. Deməli, H7-yə qaçırlar filini. Və biz də burada hücumumuzu davam elətdiririk, oynayırıq vəzir H5. Vəzir H5 gedişi aydındır ki, misal üçün yenə at D7 gedişinə gəldim. Burada qaralar rahatlıqla mat qoya bilirlər F7 xanasında. Deməli, bu matın qabağını almaq üçün qaralar oynayırlar J6. J6 oynadıqda biz burada çox gözəl bir gediş edirik. Biz burada oynayırıq fil C4. Fil C4 gedişindən sonra görürük ki, əgər qaralar H5-dəki vəziri götürsə, biz F7-dən belə gözəl atdan və fillə belə gözəl bir mat qoyuruq. Amma əgər rəqib görsə ki, hə, yox, biz burada mat qoyuruq, vəzir burada götürmək olmaz, oynayırlar deməli Y6. Biz də burada vəzirlə təzədən qaydırıq Y2 xanasına. Burada da qaralar öz figurlarını inkişaf elətdirməyə məcbur qalırlar, ya oynayırlar at F6 daha doğrusu və yaxud fil J7. İndi ikisindən birinə də baxaq, ikisi də bir eyni bir vəziyyətə qaralara gətirib çıxardır. Amma yenə də biz bir-bir onlara baxaq. Deməli, deyək ki, qaralar oynadılar at F6. At F6 gedişinə biz vururuq F7-dəki piyadanı. Şahla götürdükdən sonra biz Y6-dan şah veririk və görürük ki, artıq burada F7 xanasından belə bir mat olur. Həmin şey təkrarlanır əgər ağlar öz fillərini çıxartmaq istəsələr J7 xanasına və bizim atımıza hardasa hücum eləmək istəsələr, biz burada yenə də vururuq. Qara şahla F7-dəki atı götürdükdən sonra biz deməli Y6-dakı piyadanı vurduqdan sonra şah qaçır F7-yə və biz yenə F7 xanasından mat qoyuruq. Belə Qaraqan müdafiəsinə qarşı belə oynaya bilərsiniz. Sağ olun, gələn dərslərə görüşənədək.